Hani çürüyü? Yuxuda kız Elvira xanımın bişirdiği dovğa çürüyer ömür boyu. Bu kız işinin ustasıdır bildin. Bu kız elə bilə sən üçün power deyil, aşbaz deyil. Bu kız oxumasa da bu kızın bu əlindən hər şey gəlir. Çünki bu kız kimdir? Talış kızı. Bəli, talışlar hər şey bilir. Dağıdır talışlar. Ayyon, siz ay dostlar. Kənddə bişirsəydim dovğa, ciciçkən var, ciciçkən. Ay Allah, ay Allah. Ciciçkənin dovğasından yoxdur da. İnşallah adını düz deyirəm. Talış dilində deyim qazana. Talış dilində qazana. Bəh yazırlar. Ucu bilirlər mən nə deyirəm. Ay Allah. Ciciçkən, hə ürəyim, onu dilim çevrilmir, onu deyim. Ay qızlar. Bir daha dovğa, bir daha bişirin. Valla mənə dua eləyərsiniz. Mənə də dua eləməyini, Vüsala Yusuf'a dua eləyərsiniz. Qızlar, bişirməyən bişirsin. Heç nə. Gedirsən bir dağın başına çıxırsan, Çelavek Pauk kimi. Dağın başına. Amma elə çıx ki, yıxılma da orada. Onlar ancaq dağın başında şey olur da, bitir. Qəşən onu belə qırxırsan, gətirirsən evə. Adam var həyatda da onu əkir. Gətirdin evə. Qəşən onu yuyursan, göyətinin əvəzinə ciciçkən tökürsən. Bir dadlı olur, valla. Gəl anam bax. Hay sıkılar.